İngilis dilində qərib sözlər ikinci hissə. Pulsuzam. Am, mən, broke. Pulsuzam. Daha sonra acam. I am hungry. Hungry. Aclıqdan ölürəm. I am starving. Starving. Daha sonra məni yanlış anlama. Don't get me wrong. Don't get me wrong. Don't get me wrong. Daha sonra kulağa xoş gəlir. It sound good. It sound good. Kulağa xoş gəlir. Bu məni aşar. It is bu beyond me. Aşar. Beyond me. Bu məni aşar. Daha sonra sənə bağlıdır, sən bilərsən deyirik məsələn. It is up to you. Sənə bağlıdır. Sən bilərsən. You. Mənə güvənə bilərsən. You, sən. Bacarmaq bilmək. Can. You can trust me. You can trust me. Mənə güvənə bilərsən. Söhbət edirik deyirik məsələn sədədə gələk. Let's get to the point. Sədədə gələk. Daha sonra sonuncu olaraq bil baxaq. Deyir ki guess what. Daha çox üçün biodakı linkdən WhatsApp kanalına keçid edib yararlana bilərsiniz. Sağ olun, sağlıqla qalın.